Hər vaxtınız xeyir olsun. Bugün Ağcabədi rayonu Qaravəlli kənd şəhidi Xəzər Bayramov Azadoğlunun mövlud günüdür. Hal-hazırda olduğumuz yer şəhidimizin adına hazırlanmış otaq muzeyidir. Şəhidimiz 14 noyabr 1997-ci ildə Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olmuşdur. Azərbaycan ordusunun əskəri olan Xəzər Bayramov 27 sentyabr Azərbaycan ərazi bütövlüyü uğrunda başlanan Vətən müharibəsində tankda atışlayıcı vəzifəsində iştirak etmişdir. Şəhidimiz 2 oktyabr Füzulinin azad olunması uğrunda döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimiz elə doğulub boya başa çatdığı Qaravəlli kəndində dəfn olunmuşdur. Şəhidimizə Allahdan rəhmət, qazilərimizə şəfa, ailələrinə səbir diləyirik və bir neçə dəqiqə sonra şəhidimizin məzarında olacağıq. Bizi izləməkdə davam edin. Anam Allah rəhmət eləsin. Allah səbir versin. Bugün qardaşımızın mövlud günüdür. Nə deyə bilərsən bir ana kimi evladından bağlı? Çox söz deyə bilərəm. Günün doğum günüdür, ən əziz gün. Həmişə ona gün keçirdirdik. İstəyirdi ki, çoxlu adam gəlsin, qonağa gəlsin. Hər səhər ayın 14-də duranda deyirdi, gün oğlan nə hazırlayacaq. Həmişə o sözü deyir. İndi o qədər şey hazırlamış, amma özü yoxdur. Nə qədər qonağı var, onu istəyənlər var. Çox ağır, büyük gün çox ağır. Bugün cənnətdəki ikinci mövlududur. Hə. Allah ruhun şad eləsin. 25 yaş tamam olur. Bilmirdim ki, o dünyaya gələndə 25 ildən sonra ona belə ad günü keçiriləcək. Ağlıma gəlməzdi. Çox əzizdir bizim üçün, həqiqətən də qonaqlar üçün, hamı üçün. Dostlar üçün də çox bizim əzizlik, hamımız üçün çox əzizlik. Allah səbirləsə versin. O bir qəhrəman. Bəli, hər birisi bir qəhrəmandır. Qardaşımız onun üçün. Qəhrəmandır. Ruhu şad olsun anam. Allah səbir versin. Minnətdaram. Cəzbili təbrik eləməyəm. Allah şəhidlərimizə rəhmət eləsin, yerlər cənnətli olsun. Amin. Bu günləri noyabrın 14-ü Şəhid Xəzərin doğum günüdür. Cənnətdəki ad günü mübarək olsun. Amin. Çox ağırdır. Ağırlığı qədər də şərəfi də çoxdur. Qüruru da çoxdur. Onu demək istəyirəm ki, layıqlı ismətli bir uşaq idi. Atanın ən qədimli uşağı idi. Çox ağır həyalı idi. İsmət. Allah ruhun şad eləsin ata. Allah rəhmət eləsin. Allah səbr özü versin. Allah şəhidlərimizə rəhmət eləsin. Sağ olun, çox sağ olun. Xəzər hamımızın ən sevimlisiydi, canımızıydı, ürəyimiziydi. O qədər gözəl insan idi ki, hamımız onu çox sevirik. 25 yaşında onu arzulayırdıq ki, toyun edək. Amma belə olmadı. 25 yaşını onsuz keçirdik. Bizim üçün çox ağır. Əbədi cənnəti qazandı. Cənnət. Baca Allah səbir versin. Sağ olun. Allah dözüm versin. Çətindir bir bacı kimi sizin üçün, bilirik. Çox çətindir. Xəzər çox gözəl insandır. Çox gözəl, mərhəmətli, cəsarətli. Ruhu şad olsun. Allah rəhmət eləsin. Sağ olun. Ay Xəzər, ay qağa! Necə qonaqlarım var, ay Xəzər! Mama göstərə qurban, ay Xəzər! Büyük günə mama qurban, ay Xəzər! Ay Xəzər,
Gözlerimin küçüğünsün balay kanım. Ad günü çok sevmem balamlarlar. Şirin balamlarlar, mehriban balamlarlar. Çok nevdan getirmişim ay ben. Ay kaka, çok gidek kaka. Orada yer güzeldi. O üstünde yer var. Daha yer mi? Aparı diye bak orada. Yok, onlara da gözüm Siz durun şehirlerde gideceğim namazını. Ebru falan. Bak defelerle gideceğim. Özün bilirsen ki onun gözü həmişə bu analarının yanındadır. Sual verir ki, ana, bax mən oraya gedəndə ham orada şehir, analar da qulaq asır, hamısı. İradə anam da, Zibeydə anam da, başqa şəhid anaları da, hamısına qurban olaq balasına. Hamısı bizim balamızdır. İndi sən qoy hamı bax ziyarət eləsin, şehri olan şehrin. Onsuz da ağlayırıq. Hə, onsuz da ağlayırsın. Hə. Sevda. Amma nə qədər böyük dərdimiz olsa, bir o qədər də böyük qürurumuz var. Yəni, Xəzər kimi oğlanları, bu oğlanlar kimi oğlanları bir də tarix yüz ilə, neçə yüz ilə yetirməyəcək, onu Allah bilir. Amma bir vətənin şansıydı. yəni, Allaha qurban olun. Onlar elə bu dünya bizə qurban olduğu verilmiş ki, neysə missiyanı yerinə yetirsinlər. Yəni, bu da bir talehin qədəri idi ki, bizim balalarımızın uğruna düşdü. Elə bil Allah bunları seçib hər rayona, hər evə birin qoymuşdu ki, vaxtı gələcək, bunlar bu işləri görəcəklər. Hamısı cənnət mələkləri, məkanları alidir. yuxularımızda da elə görürdük. Məssam, bunlar olsa, bunlar nə qədər Azərbaycan xalqı yaşayır, bunlar da qədər yaşayacaqlar. Borcumuzdur. Xəzər Təksənin oğlundur. Neçə yaşında şəhid olubdur, neçə yaşına kimi sənin oldu. Amma şəhid olandan sonra elinin oldu. Həqiqətən adam görür ki, elə. Elə şuna qardaşım. Evet, inşallah. Allah rəhmət eləsin. Sen təbrik edeyim. Saat ortamı yedim. Toy sesi.
Şu saçları düşərliklə torpaq azad edən. Əsas o. Baxın abi, nə alacaq verəcəyim var. Sizin boyunuz qaydasına qoyun geçsin. Danışdı yoldaşı ilə. Anlıyorsunuz var. Bugünkü günə yanımda. Deyir ki, yoldaşın uşaqlar sağım ana. Mən girirəm əməliyyat. Ola bilər ki, gəlməm. Hiç gəlmədim. Girdilər. Birinci səfər yaxşı sağ qaldı, İkinci səfər şəhid oldu. Allah evlənizdən etməsin. Amin. İkinci səfərdə bulmuşdu, maşının içində erməni. Onda qışqırdı, gəldi yanıma, qucaqladı məni. Mən dedi ki, dayı, elə deyirlər, bir dolu maşında erməni vurdum. Xəzər maşını. Kaşkilər adama... Mən orada qucaqladı, dayı deyirdim. Kaşkilər adama çox şey dedizdir. Bunlar döyüşdülər, yaxşı postlar keçdilər. Bir valın içində dayandılar xeylər. 28-ci günü günorta saat 3-də. Kaşkidə heç çıxmazdılar Bizim valın tankı içində. vurdular, bunlar Heç çıxmasalar bəlkə də vururlar. gelib qayıtmışlar. Bizim tankı vurdular, qaldı orada. Bunlar sürə-sürə qayıtdı. Hansı ayda 28-i? Sentyabr. Yox, oktyabr. Oktyabr. Belə 27-ci müharibə başlayıb, 2